Sevgilisiz? Bəli. Hə, Necə sevgilisiz? 4 ya 5 ay olar. Ciddi istəyirsiniz? əlbəttə. Yəni bəli. iPhone 17 qarşılığında sevgilinizdən ayrılarsınız. Bunu demədən əvvəl məni takib edirsiniz? Videolarınız qabağıma çıxıb amma xeyr. Yox, takib etmirəm. Əgər məni takib etsəydiniz, məndən düz 5 man pul qazanasıydınız. Ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Bu iPhone 17-ni mən bura qoyuram və mikrofonu da qoyuram bura. Mən bura qoydum. Fikir sizindir. Danışın, mən də qıraqda gözləyirəm. Okeydir? Yaxşı. Yaxşı. Belə qoyum. Yaxşı düşünürsünüz. Deməli, biraz möhkəm danışarsınız. Əslində başda götürmək fikrim yox idi, amma indi də baxırıb görürəm ki, yəni təptəzə telefondur. Əsas duyğular deyil, mənə görə puldur. Mən iPhone 17-ni seçirəm də, yəni. Mən səndən danışanda mən sənə demişdim axı, mən ciddi sevirəm. Sən indi gəlib 17 Pro-nu seçmisən. Yəni nə deyim? Yəni 17 Pro seçirəm də. Getməliyəm. Sizin sonuncu fikriniz necə oldu? Yəni 17 Pro-nu seçdim. Çünki mən onsuz da ciddi yanaşmırdım bu münasibətə o qədər də. Ciddi iPhone 17 qarşılığında sevgilindən ayrıldım. Bəli. Sənin fikrin nədir? Murat, nə deyim? Mən ilk başda danışanda demişdim ciddiyəm. Yəni gəlib mənə deyir ki, iPhone 17-yə görə səni buraxıram. Daha nə deyim? Mən gedə bilərəm. Fikir sizindir. Təşəkkür edirəm. Uğurlar. Mən ilk başda danışanda dedim ki, səni ciddi istəyirəm. Yəni münasibət ciddi olacaq. Gəlib belə deməyi, yəni bir də 17 Pro-ya görə gəlib məni burada tərk eləməyi